Bu çiçək bir çox şeyləri ilə məni çox təəccübləndirdi. Qış aylarında çiçək mağazasından almışdım. Aldığımda sadəcə rəngi xoşuma gəlmişdi deyə aldım. İnanmazsınız, rəngi bənövşəyi, yasəmən çiçəklərinə oxşar rəngdə bir çiçək idi. Adətən belə çiçəklər uzun ömürlü olmur. Özəl şəraitdə yetişdirilir deyə alıb gətirirsən, çiçək solur, quruyur, gedir. Bu çiçəkdə elə olmuşdu. Lakin yarpaqlar solmadı deyə, bu saplar da yerində qalmışdı deyə 3 ay əvvəl bunu başqa bir qaba, bu qaba köçürtdüm. Hər dəfə biraz su verdim, balkonda eləcə qalırdı. Görəndə ya da düşəndə sulayırdım. 10 gün olardı ki, gördüm tumurcuqlayır və belə ağ rəngdə qəribə bir çiçək açır. İlk vaxtlar çox diqqət çəkmədi. Lakin bugün istirahət günü oturub balkonda çay içərkən çox diqqətimi çəkdi. Ortadan çıxan bu nə isə elə bil uçan, şığıyan bir yarasıya bənzədi. Evdəkilərə göstərdim, biri oturmuş kəpənək gördü, biri buynuzlu qoç və hər kəs xatırladı ki, mən bu çiçəyi alıb gətirəndə ağ deyil, bənövşə rəngdə idi. Dostlar, siz bu çiçəyin üstündə olanı nə görürsünüz? Və qışı başqa rəngdə, yayı başqa rəngdə çiçək açan bir bitkinin orijinal və yaxud bunun genetikası ilə oynanılmaya fikrinizi bildirin, zəhmət olmazsa. Subhanallah velhamdülillah, la ilahe illallah.